acından ölənin biri idi. Bugünkü gün onun Ağşəhərdə 2 dənə evi var. Bugünkü gün o Bentley sürür. Sən onu görməyin, sənin paxıllığın səni xoşbəxt olmağa imkan yaratmır. Mən kimsə astroloq yana gedir, kimsə psixoloq, kimsə taroloq. Xoşbəxtliyi sanki bir kod kimi, bir düstur kimi axtarırlar ki, əslində görəsən xoşbəxtlik nədir? Xoşbəxtlik ondadır ki, həyatda sənin atan əkdiyi ağac yazdı, çiçəklənir və sən ona baxırsan, o məqamı tutursan. Negativ insan başlayır demək ki, bu nə havadır, yağışdır, bu yay ayıdır, günəş olmalıdır, yağış yağır. Sağlam düşüncəli insan deyir, ayda mənim o qəşəng kurtka almışdım. O indi tutar. Məncə indiki Azərbaycan cəmiyyəti heç şükürlü deyil. Sən həyatda müəyyən uğura gəlib çatırsan. O uğura gəlib çatdığın nöqtəyə görə şükür eləməsən, növbəti mərhələyə inkişaf edə bilməzsən. Sosial mediada açırlar, məsələn, storyləri, baxır ki, biri Maldivdə istirahət eləyir, digəri nə bilim bahalı bir restorandadır, digəri nə bilim bahalı məsələn avtomobilini idarə eləyir və insan deyir ki, niyə məndə bunların heç biri yoxdur? İnsan səncə nəfsinə qalib gəldikdə daha xoşbəxt olur? Bizim millət olaraq fəlsəfəmizdə problem var. Bizi paxıllıq içəridə Yəni müqayisə insanı geri salır. Müqayisə insanı geri salmır. Müqayisə insanın içini yeyir. Bəs səncə ümumiyyətlə xoşbəxt olmaq nə deməkdir və xoşbəxt insan kimdir? Problemləri olmayan insan, yoxsa problemləri olaraq bununla yaşamağı bacaran insan? Kimin bu dünyada arzusu yoxdur? Xoşbəxt o kəsdir ki, gözləri toxdur.